Salam aleyküm. Bizim fitomed tip kurslarımız artıq fəaliyyətə başladı. Artıq tələbələrimiz var. Gözəl də məmnundurlar. Mən hər gün demək olar, hər dəfə gələndə soruşuram. Həm bizim müəllimlərimizdən, həm bizim yaratdığımız şəraitdən, həm öyrənməkçilərindən. Yəni hər tərəfli özüm də nəzarət eləyirəm, hər həftə özümlə söhbət eləyirəm. Yəni gözəl bir şəkildə əlhəmdülillah kurslarımız davam eləyir. Kurslarımızın qəbulu daima belə deyərdim ki, açıqdır. 055 304 20 77 bizim telefon nömrəmizdir. Bura zəng eləyib yazıla bilərsiniz. Bir daha xatırladım ki, deməli hicama, zəli, sonra masaj, akupunktur nöqtələri iynə batırma müalicəsi, sonra tibb bacısı, laboratoriyada, məsələn bizim klinikada real olaraq laboratoriyanı öyrənmək, görmək, göstərmək, bunları öyrənmək. Bu kurslar, əsas mənim fikrim odur ki, yeni ailələrdə, bax, məsələn, bizim cavan qız uşaqları olur, yeni ailələr həyat qururlar, uşaqları olur, uşağa baxım qaydalarını öyrənmək, ümumiyyətlə belə biraz ailə davranışlarından öyrənmək, uşağa baxım qaydalarını öyrənmək. Bax, bu bizim ən böyük problemlərimizdən biridir. Cavan ailələr çox əziyyət çəkirlər. Bəzən uşaqların kiçik bir problemlərini böyük bir problem kimi görürlər, həyəcan yaşayırlar. Yəni amma baxırsan ki, həqiqətən kiçik bir problemdir. Bunların hamısı ilkin olaraq bunları öyrənmək, ailədə uşağa baxımı öyrənmək, ailədə ümumiyyətlə ailə mühitində necə rəftar qurmaq, bunlara da bizim belə mütəxəssislərimiz, həkimlərimiz bunları da öyrədəcəklər inşallah. Bir də o nəzərinizə çatdırım ki, mən sosial şəbəkələrdə çox insanlar görürəm ki, yazır ki, mən fizioloji doktoru tələbəsiyəm, öyrənmişəm. Biz ümumiyyətlə bizim kursları bitirən hər bir insana həm sertifikat verəcəyik, həm diplom verəcəyik və həm də o insanların hamısının adını, familiyasını mən öz fiziologiserum.com saytımda yerləşdirəcəyəm ki, bu insanlar bizim tip kurslarını bitiriblər. Və əgər kimsə kənardan bizim ola bilər, məsələn, özü hazırlaya bilər, gedər kompüterin arxasında özü bizim nəyimsə hazırlaya bilər və yaxud da ki, kimsə anlatmaq üçün nəsə deyə bilər ki, mən doktorun kursunu qurtarmışam, praktikasını öyrənmişəm. Bax, mən onda yenə də hər bir insana deyirəm ki, mənim saytıma girəcək və onun ad familiyası əgər orada varsa, bəli, bu adam bizim kursumuzu qurtarıb. Yəni, bizim kursumuzu yenə də deyirəm, oxumaq xatirinə oxumaq lazım deyil. Mən demişəm, əgər öyrənməyən, öyrənmək istəməyən, dərsə gəlməyən hər bir uşaq bizim kursumuzdan kənarlaşdırılacaq. Yəni, öyrənmək istəyən, həvəsi olan və bu işi sevən insanlar varsa, öyrənmək istəyirsə, biz onlarla hazırıq, işləyəcəyik, öyrədəcəyik və o da bizdən məmnun qalacaq, biz də ondan məmnun qalacaq inşallah ki. Oldu, çox sağ olun. Bir daha Allah Taala heç kimi həkimə belə deyərdim ki, müalicə üçün yox, yalnız profilaktika üçün ehtiyac eləsin. Hamı profilaktik olaraq nələrsə eləsin, biz də içində sağ olun.